ki inne beyne yedi saati fitenen ke qita'il leylil muzlim. Deyir ki, qiyamət gününə qədər fitnələr olacaq. Fitnən cəmdə gəldi. Fitnələr olacaq, dedik, gecənin qaranlıq zülməti kimi. Gecənin qaranlıq zülməti kimi. Nəyə görə gecənin qaranlıq zülməti dedi Allah Rasulullah? Diqqət, bu hədislərin hər bir hissəsi bir elm. Hər bir nöqtəsi bir elm. Kim deyər? Məlumatını tapmaq olur. Bilim Necə? Necə? Görünmür. Yəni, zülmət qaranlıqda heç nə görünmür. Fitnədə də insanın gözü bağlanır, heç nə görmür. İnsan necə ki, gecə zülmətində heç nə görmür. Fitnə vaxtda görsən, insan heç nə görmür. Görürsən, subhanallah, dünən əməldən, fitnədən xəbərdar olan kəs, bugün rahat şəkildə o fitnəni danışır. Fitnə gəlib, gözü bağlanıb. Allah bizi bağışlasın, Allah bizi qorusun. Ona görə heç kim əmin deyil. Heç kim, ona görə daima Allah Azze və Cəllədən salamatçılsın. Allahümmə bizi zahir olan və batin olan fitnələrdən qoru. Ya Rabbi.